Bu da bugün imtahana düşmüş ikinci sualımızın Python'a ait olan izah elədim ikinci sualının izahına baxırıq. Burada nədir? En sevdiyim D funksiyasıdır. Print. Burada A üstə gələk lab A-nı çağırır. Gəlirəm yuxarı. Həmişə demişəm diqqət eləyək. Return'dan aşağı baxırıq. Çünki o birisi Python'lardan fərqli olaraq D funksiyasında girişlər aşağı hissədən verir. Aha. Dediyim kimi return'dan aşağı baxırıq. Gəlirəm yuxarıda. Deməli burada nədir? Lab x funksiyası çağırılıbdır. Gələcəm burada. A siyahısı bu olacaqdır. Düzdürmü? Hazırda əlimizdə bu siyahı var. İndi gəlirik. Burada x ilə A eyni şeydir. Eyni siyahını göstərir. Aydındır mı? Burada dövrdən başlayırıq. Burada len x'dir. Linear uzunluğu 3, 4, 5. Yəni 0, 1, 2, 3, 4. Bu bizə bu indekslər lazım olacaq. Gələcəm, addım göstərəm. I bərabərdir 0. I bərabərdir 0. Neyəcək? Yəni 0-cı indeks 1-in kvadratı. Düzdürmü? Tam hissə, yəni bu ulduz 2 onu göstərir ki, yəni bunu indeksləsək, aydındır. 0-cı indeksin elementi 1. 1'in də kvadratı bölünsün tam hissə 2. Düzdürmü? Bu da ki 1'in kvadratı ilə 1 eləyir. Bizə tam hissə nəyə bərabərdir? 0'a. Düzdürmü? Deməli bu yeni siyahımda 0-cı indeksin elementi oldu 0. 2, 3, 4, 5. Düzdür. Sonra gələcəm. Bu sıfırı həll etdik. I bərabər olacaq nəyə? 1'ə. I bərabərdir 1 olandan sonra gələcəm. Birinci indeksin elementi nədir? 2. Burada da 2'nin kvadratı bölünsün tam hissə 2. O da 4. 4'ü 2'yə bizə int nə verəcək? 2'ni verəcək. Deməli, siyahım nə olur? Gələcəm, yenə siyahım əslində elə 2 olduğu üçün, burada 0 aldıq deyə, burada da özünün birinci indeksin elementi 2'dir deyə, yəni siyahım 2 olmuş qaldı. Sonra 1'i həll etdik, i bərabərdir 2 olanda. I bərabərdir 2 olanda bunun elementi 3'dür, ikinci indeksin elementi. 3'ün kvadratı 9. Təzədən 9'u 2'yə bölürəm. Düzdürmü? Tam hissə nəyə bərabər olur? 4'ə. Deməli, ikinci indeksimin 0, 1, yeni siyahıda baxıram. 0, 1, 2, yeni siyahımda olacaq nə? 4. Artıq bu 4, 5 də öz siyahısında yazılır. Düzdürmü? Təzədən 2'ni həll etdik. I bərabərdir 3'ə. Deməli də artıq bildik. 3-cü indeksin elementi 4. 4'ün kvadratı 16. 16'ını da 2'yə böləndə 8. Düzdür? 8 aldıq. Deməli 0, 1, 2, 2. 3. 3-cü indeksinin elementi nəyə bərabər olacaq? 8'ə. 4'ü götürürük. 4-cü indeksin elementi 5. 5'in kvadratı nə eləyəcək? 25. Artıq 25'i bölsəm 2'ye tam hissə neçə düşəcək? 12. O da ki 4-cü indeksin elementi olacaq nə? 12. Yəni mənim yeni siyahım artıq bu olmuş oldu. Hər dəfə yeni siyahım yenilənir. Və nəzərinizə çatdırım ki, bax bu tip sual abituriyentlərin 20 variant belə deyim ki 20 sınavında var. Bu tip sual var. Aha. İndi bizdə də nə deyir? Görürsünüz, forum bir sütunda yazılıb. Return x. Deməli, mənim qaytarılan siyahım budur. Düzdürmü? Baxın, burada A siyahısı dəyişdi. Bu oldu. Düzdürmü? İndi printdə bizə nə deyir? A üstə gələk lab A. Düzdürmü? İndi lab A da bir funksiyalar çağırdıqca. Deməli, burada A nə olacaq? Bu olacaq. Bir dənə də bununla yanaşı birləşdirilmiş olacaq. Yəni bu siyahını sanki belə. Baxın, sanki belə. Sanki yox, elə belə 2, 4, 8,
12, 0, 2, 4, 8, 12. Baxın, yenə deyirəm, burada X və A eyni siyahını göstərir. Aydındır. Buna görə də baxın, bu dəyişir, dəyişirik, düzdürmü? Dəyişir yox, yəni siyahıda dəyişilir. Ona görə avtomatik olaraq bax bu A i də dəyişmiş olur. Aydındırmı? Bu şəkildə. Belə deyim ki, ona görə də bax bununla işləyərkən A da dəyişmiş olur.